Bəzən qarşıma videolar çıxır burada sosial şəbəkələrdə. Görürsən, insanlar hansısa bir yerdə, bir rayonda olsun, dağda olsun, məntəqə düzəldiblər, pir, ocaq bildiyimiz. Və insanlar elə yerlərə gedirlər. Məsələn, adam gedib qəbirdə yatan insandan şəfa istəyir, uşaq istəyir, övlad istəyir, ailə qurmaq istəyir. Evlənə bilmir, deyir, get birdə uşağın olacaq. Ailə həyatı quracaqsan. Uşağın olmur, get ora uşağın olacaq. Xəstələnmirsən, get ora şəfa tapacaqsan. Belə bir sual verirəm. Baxın, məntiqlə düşünmək lazımdır. Allahdan istəmək daha gözəldir. Hər şey qadir olan, yaradan, xəlq eləyən, yoxsa o cür yerlərə getmək. Əlbəttə ki, Allahdan istəmək. Çünki pirlərdir, ocaqlardır, orada yatan da, ölən də sənin mənim üçün bir bəşərdir. O bizə heç bir xeyir verə bilməz. Ölmüş insan bizə nə fayda verə bilər? Heç bir fayda verə bilməz. Ona görə tək Allahdan istəmək lazımdır. Məgər İslam bizə deyir elə yerlərə get. Xeyr, İslam deyir tək Allahdan istə. Allaha dua elə. Gedib elə yerlərdən istəmə. Elə yerdə yatan sənə heç bir fayda